Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Balığı bıçaqsız saniyələr içində təmizləmək üsulu təzə balığı məsələn, sazan, kərp ya da ləş təmizləmək çox vaxt yorucu olur. Çünki bərk pulcuqları hətta bıçaqla belə çətin çıxır. Amma sadə bir kulinariya hiləsi var ki, bu prosesi cəmi bir neçə saniyəyə asanlaşdırır. Günün xəbərləri bu üsulu təqdim edir. Sir, qaynar su bunun üçün balığı mətbəx çanağına qoyun, üstünə qaynar su tökün və dərhal ardınca soyuq su ilə yuyun. Bu temperatur fərqi sayəsində pulcuqlar yumşalır və çox asanlıqla çıxır. Alətlər pulcuqları təmizləmək üçün adi yemək qaşığından istifadə edə bilərsiniz. İstəsəniz, tərəvəz soyacağı da bu işdə əla nəticə verir. Son addım bütün pulcuqlar təmizləndikdən sonra balığı yaxşıca yuyun, artıq bişirməyə hazırdır. Bu üsul həm vaxtınıza, həm də gücünüzə qənaət edəcək və balıq yeməklərinin hazırlanmasını daha ləzzətli hala gətirəcək.